Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun, Allahın salamı üzərinizdə olsun. Aprel ayı üçün bürclər haqqında sizinlə bütün proqnozları bölüşmək istəyirəm. Ümid edirəm ki, hər bir bürc altında doğulan insanlar üçün uğurlu və ruzi bərəkətli, sağlam həyat olacaq. Aprel ayı üçün oğlaq bürcləri, Allahın izni ilə inşallah oğlaq bürclərinə də gözəl günlər nəsib olacaq. Oğlaq bürcündə olan insanlar Aprel ayının ilk başlanğıcından kimlərdə ki şeytan əməli cadular olmuşdur, onlardan təmizliyi olacaq, sevincləri olacaq, ruzi bərəkətlərində artım olacaq. Gözlənilmədən iş dəyişkənliyi və iş dəyişkənliyində xoşa gəlməz bəzi hadisələr olacaq. Bəzi iş adamları sakreşeniyaya düşəcəklər. Uzaq yol getmək istəyib, amma getməyə bilən insanlara yol düşür, uğuru yol düşür. Kimlərə isə aprel ayında istər qadın, istər kişi bu Ramazan bayramımızda verdiyi fitra vədələri uğurlu, keçərli oldu. Aprel ayı üçün 3-cü həftəsinin ikinci yarısından xoşa gəlməz hadisələr başlayacaq. Şər xətalardan uzaq durun, turma məhkəməsi olan insanlarda uduzmalar olacaq. Bəzi aprel ayında olan oğlaq bürclərinin xəstə insanlarından və yaxud da qəzalardan, dünyasını dəyişən insanlardan xəbər olacaq. Allah hər kəsi qorusun, saxlasın. Tələbələrdə uğur var, tələbələrin məktəbində, amma yenə də öz imtahanlarına hazırlaşmalı, dərslərinə fəal olmalıdırlar. Uzun müddət aprel ayında iş tapa bilməyən insanlar üçün iş olacaq. Bəzi aprel ayının oğlaq bürcündə olan qız və oğullarımızda nişan problemləri olacaq. Bəzilərində qaytarılmalar, bəzilərində də güclü söz-söhbətlər gərək ki, ehtiyatlı olasınız. Hər söhbəti böyütməyin. Pul itkiləriniz, pul itki, yəni nə mənada deyirəm, kimlərsə tərəfindən aldadılacaqsınız, biraz ehtiyatlı olun. Həftənin ən düşəri günü 1-ci gündür. 7 rəqəmi də düşəri rəqəminizdir. Aprel ayı üçün dolça bürcləri, İnşallah dolça bürcləri üçün də uğurlu olar. Aprel ayı üçün dolça bürcləri, dolça bürclərinin ilk həftəsindən, ilk ayın günlərindən işlərində uğursuzluqlar, problem, yəni şeytani adamlar cadularında, əməllərində olsalar da təsir edə bilməyəcəklər. Karmanın güclü anında bütün nə etmişlərsə öz ayaqlarına qaydacaq. İş adamlar daha da yüksələcək, yeni müqavilələrə qol çəkəcəklər. Evsiz olan insanlar ev alma şansları anidən önlərinə təkliflər çıxacaq və istifadə etsələr çox uğurlu, gözəl bir ev müqavilə olacaq. Yəni, indi kreditə, hipotekaya belə ev götürsəz çox uğurlu və gözəl bir məyiniz olacaq, ailə sahibi eviniz olacaq. Aprel ayı üçün dolça bürclərində olan bütün insanlara iş adamı oldu, olmadı belə gözlənilmədən pul maqniti olacaq, pul sizə gələcək. Hamilə qala bilməyən qadınlarda hamiləlik olacaq, müjdə gələcək Allah tərəfindən. Aprel ayı üçün dolça bürcləri çox uğurlu, gözəl günlər nəsibdir. Böyük insanlara daha böyük pullar nəsib olacaq. Yəni, loru dildə desək, oliqarx səviyyəsinə qədər az pulu olub iş adamları oliqarx səviyyəsinə qədər qalxacaq. Aprel ayında bəzi pullu hər hansısa bir tikinti işi görən insanlarda uğursuzluq var, onlar düşəcəklər. Çünki yanında əhatəsində olan öz yaxınlarının şeytandan məndən duçar olacaqlar. Aprel ayında olan tələbələrə xaricdə oxumaq şansı təklifləri olacaq, davam etmək təklifi olacaq.
xaricə gedib işləmək istəyən, çoxdan viza gözləyən, çoxdan yol gözləyən insanlar üçün yol açılır və uğuru çox güclü, gözəl bir yol olacaq. Xəstələr xəstəlikdən qurtaracaq. Turmada olan insanlara xəbər gələcək, onlar turmadan çıxacaqlar. Aprel ayı Dolça bürcləri üçün çox uğurlu və gözəl bir aydır. Aprel ayı üçün balıqlar bürcü. Görək balıqlar bürcünü nə gözləyir. Əziz balıqlar, siz həmişə romantik, sadə və üzü yola olduğunuz üçün də Allahın mələkləri daima sizin yanınızdadır. Ümid edirəm, inşallah Allahın rızası ilə sizdə də hər bir şey uğurlu olacaq. Mən balıq olmasam da balıq bürclərini sevirəm. Niyə? Ona görə ki, balıq bürcləri heç vaxt da düşmənçilik eləmək istəmir. Balıq bürcləri kinli deyil. Balıq bürcləri çox cazibədar və balıq bürcləri kimsə ona nəsə bir şey etdiyində onlara 10 kat əvəzini vermək istəyən bir bürclər altında doğulmuşlardır. Kəşki mən də ox atan deyil, balıq bürcü olardım. Bu ay balıq bürcündə olan insanlar, iş adamlarında, evdə olanlarında, qapılarınıza cadu tökmək istəyəcəklər, ehtiyatlı olun. Evinizə gələn, öz yaxınlarınızdan belə ehtiyatlı olun. Çünki balıq bürcləri həmişə kimisə bəd nəzəri paxıllığımın altında olmuşdu. Mələklər sizi qoruyur. Qapınızın mələkləri sizi qoruyur. Ayın 27-sindən, karmanın ən güclü vaxtından balıqlar bürcünə kim nə etmişsə öz cəzalarını alacaq. Karma onların öz ayaqlarına qaytaracaq. Əziz balıq bürcləri, siz də qurbanınız varsa qurbanınızı kəsin. Kiməsə nəsə niyyət etmişsinizsə, verəcəksinizsə, verməyə niyyət etmişsinizsə, onu zamanında verin. Balıq bürcləri, iş adamları ən gözəl bir ayda, bu aydan etibarən 3 ay sizdə güclü iş rejimi, yəni necə güclü, pullu, ruzu bərəkətli, karyera qalxmaq istəyənlər karyeralarını qalxacaq, turmada olanlar turmasından çıxacaqlar. Öz gücünə qalxan hər bir zaman öz gücü ilə sıfırdan başlayan balıq bürcləri üçün ən gözəl başlanğıc olacaq bu ay. Uğuru, ruzu bərəkətli və bu ayda əzizlərim mən xatırlatmaq istəyirəm kiməsə hansısa bir bürcdə mən rəqəm həftənin gününü çəkmədimsə, demək ki, ilk öncədən hansı bürcə nəyi başlanğıc etmişəmsə, ona görə mən rəqəm gün adı çəkmirəm, ona uyğun. Balıq bürcləri, hər bir şeydə uğurunuz var. Təbrik edirəm. Balıq bürclərində, dolça bürclərini də, şir bürclərində, xərçəng bürclərimi də, yəni uğur götürən bütün bürclərimi təbrik edirəm. Allah Taala o biri bürclərə də gözəl günlər nəsib eləsin. Heç kimə Rəbbim möhtac qoymasın. Allahın rızası ilə kim kimə nə pislik arzuluyur, nə niyyətində var, o niyyəti Allah Taala o insanların özlərinə nəsib etsin. Əmin.